Deməli, indi havalimanındayım. Artıq bütün proseslərdən keçmişəm. Sadəcə indi yadıma düşdü ki, video çəkməliyəm. Hal-hazırda yarım saata yaxın bir vaxtım var. İndi gedirəm qapılar tərəfə. Qapını tapım. Ondan sonra isə başlayır uçuşum. Bu arada sizə bir şey də danışım. Mən normalda Avropada ən çox görmək istədiyim ölkələrdən biri Yunanistan idi. Və yəni bu çox da istədiyim bir şey idi. Amma heç vaxt bununla bağlı bir səyahət planı və ya hər hansı bir plan qurmamışdım. Amma vizamı aldıqdan sonra artıq gedəcəyim ölkəyə təyyarə biletlərinə baxırdım və gördüm ki, ən ucuz bilet oradan transit olan biletdir və elə o formadadır ki, mən ora səhər çatmış olacağım. Səhərdən axşama qədər, axşam saat 9-a qədər böyük ehtimal ki, vaxtım olacaq. Səhərdən səhərdən akşama kadar oranı gəzə biləcəm Afinanı və ondan sonra isə digər uçuşuma gedəcəm. Belə, indi oradan da paylaşmalar edəcəm yəqin ki. Ümid edirəm ki, düşündüyümdən də yaxşı olar. Səfərə getməliyəm. Ümid edirəm düşündüyümdən də yaxşı olar. Vaxtım olsa lütfen. Mən çay alacağım. Heç nə götürmədim. Ayda, burada ne çay içiyorsun? 2 avro. Alın buradan. Okey. Tamam, yadımdan çıxıb ya, alacağım çaylar. Deyirəm, neysə unutmuşam, bilirdim amma. Okey, bir dənə buradan çay seçim. Çayımı aldım. İndi boğazım hələ ağrıyır bu arada, xəstəyim. Bir həftədir ki, və bu bir həftə çox dolu keçdiyi üçün mən ancaq qıçqırtdayım, sağala bilməmişəm. Həm şaşırətlər var. Mən desəm bu tərəfdən getməliyəm. Okey, sef çubuğumu çıxarmıyorum aslında. Köldən gedəsiyiz də. Burada çəkəcək işiniz yoxdur. Özüm çəkməm. Qadın var idi, ondan soruşdum. Əslində meylə çox sürətli işləyir əslində bu hava şirkəti. Çünki meylə salam. Salam. Biraz narahat təyyarə uçuşundan sonra indi çatmışam, havalimanından çıxdım. Pasport kontrol oldu, heç soruşmadan üçün hara çəkirsən, gəlsən. İndi tapmağa çalışıram. Burada 2 formada şəhərə gedə bilərəm. Ya M3 xətt var, qatardır. Onunla ya da 2 avtobusla. İndi mən istəyirəm ki, metro ilə gedim, çünki daha tez çatacağım. Həm də əsgər dəyişim parlament binasının önündə əsgər dəyişim olacaq. Onun da vaxtına çatmaq istəyirəm. Hava qəşəngdir, daha da isinəcək. Amma hələ ki, soyuqdur, uzundayam. Bir dənə ona xəttinə baxmalıyam, heç gedim deyə. Gəlmişəm Sintagma meydanına. Ən məşhur meydandır. Bir də burada parlament binası buradadır. Əsgər keçid törənləri olur. Ən məşhur meydan, niyə ən məşhur meydanı bilmirəm. Çünki şey keçidir. Amma hava qəşəngdir. Nə çox istidir, nə çox soyuqdur. Hələ səhər başında. Deməli, bir neçə həll etməli olduğum işim var idi. İnternet tapmışam. Onları burada həll elədim, dayanır. İnternet almışdım, eSIM aktivləşdirmişdim. Amma orada aldığım tarifə uyğun işləmir, başa düşdüyüm qədərilə. Əlavə kontrol çıxaraq işləyir. O da internet olmayanda əlavə balansı artıra bilmədiyim üçün onu istifadə edə bilmədim bura çatandan sonra. İndi amma yenidən balansı yüklədim. Düşünürəm ki, artıq istifadə edə biləcəm megabaytda. Gezək buraları, baxaq məncə bir qeyd edim ki, bu Sintagma meydanıdır, ümumiyyətlə konstitusiya deməkdir. 1843-də krallarına məcburi şəkildə konstitusiyanı qəbul etdirdikdən sonra bu adı veriblər bura. Və burada da kralın, bu indi parlament binası idi, kral evi olub əvvəlcə, ona görə indi buranı bu şəkildə adlandırırlar.
Çok beğenməsinlər. Çünkü çok sadədirlər. Həm çok sadə gözəllikləri var ya, çok beğendim. Kızlarını silsilədə. Hem estetik çok görürüm, hem de abartı makyajlar görürüm. Ve özlerinin sade duru güzellikleri var. Sarışık renkli gözler ekseriyyəti. Qəşəngdir, ben bir de sıra medeniyetini ile ilk düştüğüm anda anladım ki sıra medeniyeti var. Qıraqlar boş olmasına rağmen eskalator binirdi ve hamı sırayla sürmüştü. Birbirini gözlüyordu ve çok büyük sıraydı yani. Ağaç çok qəşəngdir. Şimdi birden ayakkabı şort taktım. ChatGPT şunu eğledim. Yer tapdım, çok tatlıdır. Burada biz işleyeceğim. Komplemen açmışam. Yarım saat, 1 saat burada işlerim. Sonra da geleceğim gezmeye. Burada bize farklı olan şey bilebilirsiniz zaten. Coffee shop'ta mesela böyle ihtiyaçlı bir hem sahibi hem de iş sahibi hem de işletme buradı. Mesela içine sipariş yoktu. Hem siparişi hazırlık tutarı kadar başka bir şahsına sipariş götürmür. Nereye öderşik geldi. Yani hem şahslar orada gözlüyor. Eğer mesela içmese deyək ki, cappuccino hazırlayacaq, şirniyyat verəcək, onun bir tutarı, ondan sonra içəyə şahsı siparişini götürür. Və bu 5 dəqiqədə olsa, həmin şahslar gözlürlər yəni o hesabını. Tək bu kafeye özel bir şey değil yani. Çünkü gelen herkes çok böyle normal bir şey gitmiş için gözlüyor. Yani biz de olsa sipariş vermeye çalışıyorlar. Siparişimizi götürmüşsün deyip çıkıyorlar. Yani öyle değil. İndi kafeden çıktım, gedirəm parlament binasının qabağına. Əslində qızla səhər getməyi planlaşdırıyordum. Ama plan o formada olmadı çünkü ben biraz geç geldim şehre havalimanından. Daha sonra ise bence araştırmaya yöneldim. Hem ümumiyyətlə xarici gedəndə, xüsusilə tək gedəndə mən ittifaq, ümumiyyətlə mənim tək getdiyim yer Türkiyə olub. Ondan sonra buradır indi. Və ümumiyyətlə özünüzü xaricdəymiş kimi hiss eləməyin. Necə ki özümüzdə şüşələrdə rahat gəzirik, düşünmürük ki kimsə indi bizə yaxınlaşacaq, nəsə edəcək və yaxud da oğurlayacaq əşyalarımızın və s. İndi deyirəm burada başıma gəlmiş. Görürsünüz. Şirniyyatlar var. Bu arada aeroportdan bura və buradan aeroporta qayıdış üçün metro biletini 16 avroya aldım. Bir orta boy cappuccino və bir dənə çox qəşəng şirniyyat gördüyünüz. Onu isə toplamda ikisi bir yerdə 850 avroya aldım. Məndən bir vlog çəkən olmaz dostlar. Ama şimdi dediğim o ki yani çəkinməyin, düşünməyin ki indi kimsə nəsə edəcək. Mən adi yəni bu gəzdirəmişim. Çok rahat, çok profesyonel şekilde özüm için gezdirəm. Biraz çatdım. Gezdirəm nasıl olacaksa da onsuz da mən onun qarşısını alabileceğim bir şeydirsə qarşısını alacağım. Yok değilse alabilməyəcəm. Yani burada artıq edebileceğim şey yoktur. Maksimum sadece riskləri azaltmaq lazımdır. Bu ola bilər ki değerli əşyalarınızı ön tərəfdə saxlamaq kimi. Yani mesela ben bel çantası takmışam ama ki oradan arkadan benim fərdimdə olmadan açıp götürülebilecek değerli bir şey yoktur. Derinliklərindədir çantanın. Ona göre de həmin çəkinməyin. İnternet tapdığınız müddətcə ki onsuz da demək olar ki çoxsunda hava limanlarında ödənişsiz Wi-Fi olur və öncədən siz roaming aktivləşdirə bilərsiniz. Esim gördük ki işe yaramır. Şəhərin mərkəzində də adətən çox yerlərdə, mollarda Wi-Fi olur pulsuz. Yəni mən getdiyim hər Avropa ölkəsində olub.
uşaqlar idi. Yəni, fırın tapsayım onu görürüm sizə. Mən indi bir dənə yola çıxmaq üçün yer axtarıram ki, buradan birbaşa çıxım yola. Sizə çox qəşəng bir yer göstərim. Axırca ağzım açıq qala biləcək qədər heyrətləndirən. Ay da çox qəşəngdir. Oh. Ay da gözəldir. My God. Ay da yerə baxın. Türkçülürəm bir şeylərdən var burada. Söz atlar mən. Yunanistan'da başıma gəlməyən qalmadı. Yunanistan'da nələrlə üzləşdi? Gəliblər. O hissəni çəkəmədim. Ay da orada çox qəşəngdir. Ay imkan vermədilər, ilə dadını çıxardım. Axşam gələrim ora. Biraz oturaram burada təzdən. Sonra gedərəm, düşərəm metroya. Onsuz da yaxındır oradan ora. Çox qəşəng yer idi, ləzzət yəni. Neyse, məsəl üçün dostlar, belə şeylərlə də qarşılaşa bilərsiniz. Onda panik olmamaq lazımdır. Necə bir şeylər? Məsələn, oğlan çağırıb nəsə deməyə çalışırdı. Mən orada özüm video çəkəndə. Neysə soruşurdu ki, YouTube üçün çəkirsən mi? Sonra birisi öpücüklər atmağa başladı. Amma mən belə saymayıb çəkirdim, gəldim yəni. Wow. Akropol'dayım. Gösterdiğim araziler Akropol arazisidir. Ve hem Akropol yüksek şehir demektir. Ve burada 2500 yıldan çok bir şey var. 2500 yıldan çok tarihi olan məbədlər var, tikililer var. Ve hava çok istidir. Sər gəlməli, ama neyse. Çok güzel. Orada bir soru qalmaq. Yunanistan'ın ruhunu isteyenler için bunu almalıydım. Bir kaşe güzel, çok beğendim. Dediler ne bir şey yaş. Tam Yunanlılara okşursun. Ben de çok sevdim. Aa, bu çekişmiş bu arada. Tam Yunan havası. Sevebileceğimiz bir neçe meçhalen aslında. Bayılın gerçekten. Bence o kadar da buraya açan değildi. Yunanistan'ın gözləntilərim çox. Mən Yunanistan'a həmişə sadəcə aile olduğum, Yunanistan dediğim Afina'nın, Santorini. Aile olduğum şehir kimi hiss edirdim. Ona görə də Are alive, the colors ignite. Dancing feet move under golden light. Palm trees sway to the congas beat. Every soul's alive, no room for defeat. The rhythm's calling louder and clear. Feel the fire, the music's near. Fiesta en el corazón. We're the fire, we're the sun. Fiesta en el corazón. Life's a party, it's begun.
trumpet sings like a bird in flight. Twirl me closer under the moon tonight. The waves keep time with the music's tide. In this carnival we've nothing to hide. Let the melody rise and the laughter roll. The city's a heartbeat that fills the soul. Clap your hands, shout to the sky. This is a shout to the sky, this is our moment, let it fly. Fiesta en el corazón. We're the fire, we're the sun. Fiesta en el corazón. Life's a party, it's begun. Akropolis'e kalkacağım. Size sıra göstermek istedim. Tornada devam ediyoruz yukarı kadar. Kaçta olsam belə Akropolis'e hələ bir yarım saatlıqda və sıra olduğu üçün hələ almalı yolum var. Sıra tutarmıram ama ona göre soyuq bir şeyler almalıydım. Buna inana bilmirəm ki 5 nöqtə əvvəl vermişəm. Adı burada. Nəzər tutulmayan bir şey ısrar edeyim. Bu kadar kalkacağım, kalkmayamadım. Ben Akropol'a kalkmak için 30 avro, yani 60 falan pul veririm. Neyse, değerdi. Bu videoya kalkmışam, o əziyyətə değer. Məcbur gələn herkes bu videoya kalkmışam diyerek alıp gider yani Akropol'a. Hele Akropol'a da ne kadar yol kalkmalıyım. Ve bir de sıranı görseniz, bir de istini istəsəniz. Yaxşı yapacağım, sağ olun ve saf fikir verdiler bana, sağ olsunlar. Bu bilet hazırda çok değerliydi. Bayaq dəhşət çox sıra var idi. İndi biraz çox saat deyəcəksin. Azalıb. Suyum da ben. Ayda çok geçeydi. De bakın. Çok geçeydi. Yeri çok sürüşendi. Burada durumda. Sağ sağdan düşebileceğim. Çok isterim. Gəlirsinizsə, bu aylarda gəlməyin. Bir ay öncədən gəlin. 3 ay öncə hətta. Və şapka gətirin özünüzdən mütləq. Su götürün. Gəlin biraz Akropolis haqqında danışaq. Parfenonun sütunları əslində tam düz deyil. Onlar ortadan biraz qabarıq və içəri meyilli şəkildədir. Əgər sütunlar tam düz olsaydı, insan gözünə əyilmiş kimi görünərmiş. Buna görə də memarlar insan gözünü aldatmaq üçün bu mükəmməl mühəndislik hiləsindən istifadə ediblər. Bu gün biz Akropolisi ağ mərmər rəngində görsək də, qədim zamanlarda o parlaq mavi, qırmızı və qızıl rənglərdə olub. 2500 il keçməsinə baxmayaraq, xüsusi çeşidli bloklar sayəsində bina, burada gördüyünüz bütün tikililər zəlzələ enerjisini udur və dağılmır. Parfenon tarix boyu həm Pravoslav kilsəsi, həm də Osmanlı dövründə məscid kimi fəaliyyət göstərib. Mən baxın. Şəndim çox. Çox bir şeydir. 1687-ci ildə isə Venesiyalılar mühasirəsi zamanı Osmanlılar buranı barat anbarı kimi istifadə ediblər. Ən sonunda görəcəksiniz, Erechtheion binası var, abidəsi, hansı ki burada sütunların əvəzinə qadın heykəllər dayanıb. Yanında isə Afina Nike məbədi var, hansı ki qələbə ilahəsinə həsr olunub. Rəvayətə görə Afinalılar qələbə, yəni Nike ilahəsinin şəhəri tərk etməməsi üçün onun qanadlarını kəsiblər ki, o həmişə Afinada qalsın. Telefonumun zaratkası kurtarırdı, 1% var idi ama burada Akropol'a girməmişdən öncə daha doğrusu cheap butik tərzli bir mağazalar var. Su satırlar,
sendviçler satılır. O da xanımdan xahiş elədim ki 5 dəqiqəlik qoya bilərəm. Lazımdır. Mən fikrim var deyəlim. Hə, çox da şirin qız idi, dedi yaxşı. Sonra ki mən sözünə baxıram. Həm onlar baxıb mənə gülürlər, mən onlara baxıb gülürəm. O qədər xoş olur ki, tanımadığın insanlara sadəcə o səmiyyətini hiss eləmək. Ümumiyyətlə bu vaxta qədər, bu zamana qədər kimdənsə mahnı səsini işləyirsiniz. Xaricdə olanda kimdənsə kömək istəmişəmsə, həmişə müsbət geri dönüş almışam. Ona görə də nəsə olanda narahat olmayın kimdənsə soruşmağa. Həqiqətən də hamı əgər edə biləcəyi bir şeydirsə kömək eləməyə çalışır. Mən deyəsən bu yoldan gəlməmişəm. Qəşəng. İndi gedirik yemək yeməyə. Bir dənə ayda at bu üstüdə. Yemək yeyək. Telefon biraz zartkaya koyuyorum. Biraz iş görürüm. Ama yok, birinci Akropol Müzeyine bakın. Eğer yakınsa birinci oraya gidelim. Okey. İş içeride. Buradan gelirik Akropol Müzeyine. Çünkü ayakla 7'ye gelen mesafedir. Is that it? Yeah. How come so long? I don't know. Çok bir şey değil. Bence Yunanistan'ın güzellik atan bunlardır. Akropol Müzeyi. Yani bir de gelsem ne varsa. Bir de gelsem dünyaya. Seni seçerdim. Bir de gelsem ne varsa. Yunanistan. Yəqin ki, Santorini'yə. Digər şeylər gedir. Ayaz nə minir dağış. Muzey aslında buradan başlayır deyə bilərik. Çok qəbizə. Oydağı müzeye baxın. İndi sizə Akropol Müzeyini göstərəcəm. Əslində 20 avrodur giriş, amma mənə 10 avro oldu. Çünki 25 yaşdan aşağı olanda endirim edirlər və deyəsən burada ölçəyə də baxırlar. Thank you. You're welcome. And we need Çok şirin güzel. Her şeyin her şey olsun. Neyse. Canlı həmin dövrdən olan şəxslərin, hadisələrin, heykelləri görmək faydalı olacaqdır deyə düşünürəm.
Selin. Səhərdən oyaq olduğum üçün artıq köçmüşəm. Amma sizlə nəyi bölüşmək istəyirəm? Deməli, məsələn, çatdığınız hər hansı bir ölkəyə və getmək istədiyiniz yer var. Bunu necə tapa bilərsiniz? Adi Google Maps-də həm yerin ünvanını yazsanız, sizə həm metro ilə necə gedə bilərsiniz, həm də avtobusla necə gedə bilərsiniz, ya da taksiyə necə gedə bilərsiniz. Hər bir haqqında məlumat verir. Və bu zaman siz sadəcə onlardan hansı sizin bütçənizə hətta qarşısına ödənişlərini yazır, hansı nə qədər olur deyə yazmasa belə internetdə baxa bilərsiniz ya da ChatGPT-dən soruşa bilərsiniz. Ona uyğun hansısa uyğundursa həmin variantı seçirsiniz və sonra sizə direction olaraq göstərir ki, hansı istiqamətdə getməlisiniz ki, ona minə biləsiniz. Deyək ki, istiqaməti tapmadınız, onda da həmin yerdə olan şəxslərdən soruşa bilərsiniz. Hansı ki, bələdçilər olur orada, hava limanında və yaxud da hər hansı bir dəmir yol vağzalıya gəlmişsiniz orada və yaxud da avtobusda. Və yaxud da adi bir şəxslərdən soruşa bilərsiniz ki, bura necə getməliyəm deyə. Yəni, sizin çox rahat bir prosesdir. Hansısa bir yerə gedəndə məni qarşılayan olacaqmı, olmayacaqsa, necə gedəcəm kimi fikirlər gözünüzü qorxuzmasın. Yəni, indi çox rahat hər yeri tapaq. Adi öz ölkəniz kimi düşünün. Necə ki, öz ölkəmizdə hər hansısa bir yeri axtaranda xəritədə yazıb axtarırıq, ondan sonra həmin ünvanı edirik heç tanımasaq da. Eynilə də burada. Təəssüratlarımı bölürsək, mənim Yunanistanın gözləntilərim çox idi Afinada. Çünki həmişə özümü niyəsə bura çox doğmaq hiss eləmişəm. Mənim gözləntim yüksək demək o, yəni bu yer onu qarşılamalı demək deyil təbii ki. Amma ki, bəlkə Santorini'yə getsəm ya da Mykonos'a getsəm məsələn, bu dəyişə bilər. Amma gözləntilərimi qarşılamadı. Bir müddət sonra hər yerdə eyni şey. Tarixə çox maraqlı olanlar üçün çox maraqlı yer ola bilər. Mənim üçün də qəşəng idi, ani qəşəngdir dediyim yenə çox şey oldu, onsuz da mən çox şey elə deyirəm. Amma mütləq gəlinməlidir dediyim ölkə deyil. Yəni məncə bu vaxta qədər olduğum ölkələr arasında, yəni məsələn İsveçli, Fransadır. Fransanı düşünmək olar bəlkə əslində. Amma yox, Fransada daha çox heyrətləndirəcək şeylər var. Ondan sonra haram deyim. Slovakiyadır. Məsələn, Bratislava məncə buradan daha yaxşı, yəni daha özümü doğmaq istəyirdim orada. Mənim üçün ümumiyyətlə şəhərin ruhunun olması önəmlidir. Bu şəhər mənə biraz boş şəhər olaraq gəldi. Böyük ehtimal ki, bunun da səbəbi Akropolis'də asıldır. Amma nə qədər çəkməliyəm? Yolu çeşib torpaq. Hadi. Çok güzel. İnsanlar karşıma çıkıyor. Güler yüzlü. Ve minnoş minnoş davranan. Çok sevinirim elə olanda. Yəni modum birdən ona yüksəlir. Bu gün xəstə özdə soyuq kola içmişəm. Soyuq su içmişəm. Soyuq meyvə suyu içmişəm. Amma istəyirəm ki, səhərdən çox daha yaxşıyam. Məncə insanların enerjisi mənə enerji verir. Bu arada telefon zaskada olduğu için çəkə bilmədim, amma yeməklərindən caciki bir də Slovakiya daddım. Caciki qəşəng idi. Bizim doğramamızın qatı versiyasının, sarımsaqlı qatı versiyası. Slovakiyada fərqli dadlandırılmış toyuq əti kebabı, amma şiş kebab. Daha dolu olurdu bir də. Yanında kartofili, pavilyon, soğan. Burada mı girsəm, yoxsa palmaya bak. Buradan girsəm məncə oradan çıxa bilərəm mi? Çıxa bilərəm. Hə. Pomidor, soğan, caciki də onun yanında var idi. Bir də nə? Hə, bir də pizzalar. Bundan ibarət idi. Dadlıydı məncə. Yəni hamısı birlikdə birləşdirib yerində. Dadı qəşəng idi. Palmiyar. Dadı qəşəng idi. Yemək var. Başqa tradisyonel nələrini daddım. Bir dənə çəkiklərini daddım. Kremi. Bu da dadlıydı. Yeməklər pis deyil. Onsuz da hamısı Osmanlı mədəniyyətindən gəldiyi üçün eyni yeməklərdir. O deyil, hamısı buradan çıxır. Hər şey deyir.
Tüm düşen yemeklerin hakkında iyi yer alıyorsan orijinal yemeği. Çocuk indi. Tadı da bir iyi yer al vermiş kadar iyiydi. Yine geldim. Bu ağaçlar azarlarsa kaçarım. Bizi de yetiştirsinler de bunu. Çok güzel. Rengini böyle çalışmanın böyle canlı görmeyeceksiniz kamerada. Ama hakikaten çok güzel. Zaten karşıma çocuk çıksa verirdim. Göreceğiz. Sergi edilen artık havalimanına uçağa 2 saat kalır. Ben de panik şimdi aslında biletler yapılınca hiçbir şey demeyeceğim. Bence önceden de çekmediğiniz olmalı artık. Bana hiç yapılacaklar. Ben Sultan'da çok geleceğim. Orada 1 saat yarım çığır oldu vakti alacağım. Onu kişilere değerlendireceğim. Evet, gelin. Güvenlik odası neler diyorsun? Neredeyse düz yerde değilim ve aeroporta içeride bir soru. Ama aeroport çok büyük. Şimdi ben bir tane uçuşum hakkı olan, benim uçuşum normalde 23 onda. Ha, gördüm. Şimdi biraz işleyelim. Yarım saat. İzlediğiniz için teşekkürler. Növbət videolarda görüşəndək.